Əmir Teymurun varislərinə çox böyük hörmətlər edir. Məsələn, Azərbaycanın nə qədər adam bilir ki, Hindistanda qurulan Böyük Moğol imperiyasının qurucularından da biri Şah İsmail'dir. Məhz Moğol imperiyasını quran Babur Şahı şah eləyən, Babur Şahın taxta gedən yolunu açan Şah İsmail olub. Bilirsiniz də, Şeybanilər Teymuriləri devirib, yəni Şeybanilərə qədər Türkistanda hakimiyyətdə Teymurilər idi. Əmir Teymurun varisləri gəlirdi. Şeybani xan gəlir Əmir Teymurun varislərini devirir. Əmir Teymurun varislərini devirəndən sonra Şeybanilər taxta çıxırlar. Şah İsmail da Şeybaniləri devirəndən sonra Şah İsmail başlayır Əmir Teymurun soyun yerindən hakimiyyətə gətirməyə. Babur Şaha hərbi yardımlar edir, Babur Şaha siyasi yardımlar edir, Babur Şaha ordu göndərir Babur Şah üçün. Yəni Babur Şaha dəstək kimi ordu da göndərir. Və bunun da nəticəsində düzdür, Şah İsmail onda vəfat eləyir. 1526-cı ildə Babur Şah Hindistanda taxta çıxır. Amma ilkin olaraq Babur Şahın yolunu açan Şah İsmail Səfəvi olub. Belə.